Şəxsin ölkədən çıxışının məhdudlaşdırılması aşağıdakı hallarda ola bilir. Şəxsin ödənilməyən borcu olduqda və bu ödənilməyən borc məhkəmə qərarı ilə təsdiq olunduqdan sonra ödənilməsinin tələbi icra məmurunun müvafiq təqdimatına uyğun olaraq məhkəmə qərardadı ilə təsbit olunduqda, şəxsin hər hansı bir cinayət xarakterli araşdırmada təqsirləndirilən şəxs, şübhəli şəxs statusunun olması halında və ya eyni zamanda şəxsin hər hansı bir cərimələrinin ödənilməsi və yaxud da ki, barəsində tətbiq olunmuş cinayət xarakterli cəza tədbirlərinin olması halında şəxsin barəsində seçilmiş qəti imkan tədbiri olduğu halda şəxsin ölkədən çıxışına qadağa qoyula bilər, məhdudiyyət qoyula bilər. Bununla bağlı icra məmuru tərəfindən elektron qaydada onun istifadəsində olan mobil nömrəyə SMS bildiriş göndərilir. Eyni zamanda şəxsin hüququ çatır ki, bu barədə məhkəmə qərardadını aldıqdan sonra 10 gün müddətində onu yuxarı instansiya məhkəməsində mübahisələndirsin.